Son 2 ildə, mən bunu dəfələrlə burada demişəm, maraqlıdır. Bakının havası bölgələrdən sərindir. Bilmirəm səbəbi nədir, iqlim dəyişikliyidir, hər nədir, amma bir də bu bölgələrdəki istirahət mərkəzləri ilə bağlı bir məsələni istəyirəm diqqətə çatdırım. Deməli, hələ mövsüm başlamayıb, artıq yazırlar. May ayı ərzində 150 manat, may ayından sonra da filan. Keçən ildə belə elədiniz, keçən ildə bu cür elədiniz, Allaha acıq getdi, nətər deyərlər. Bütün yayı yağış yağdı, o sizin o istirahət mərkəzlərinizə də gələn olmadı. Bir insafınız olsun da, onsuz da sənin o 150 manat, 100 manat, 200 manat qoyduğun istirahət mərkəzinə o pulu ora verə biləcək adamlar ki var, müəyyən maddi durumu olan adamlar, onlar onsuz da gələ bilir. Bunu elə qiymətə qoy ki, il uzunu burada o ilan kimi qabıq qoyub, əziyyət çəkib, zəhmət çəkib, fəhləlik eləmiş, balası üçün əziyyətlə çörək qazanmış adamlar ki, belə zülümlə. Hərə öz sahəsində əziyyət çəkir, düzdür, amma yəni daha aşağı maddi durum olan insanlar ki var, onlar da gəlib bir-ikicə gün qala bilsinlər də. İnsanlarda bu qədər aqressiya hardandır? İstirahətsiz hamı işləyir, çalışır ora-bura, yayda da 2-cə gün gedib istirahət eləyə bilsin də bu adamlar. O istirahət mərkəzinə və yaxud da fərdi evlərə elə qiymətlər qoyursunuz ki, ona görə də bu yayda gözləyin, 200 manatdan, 100 manatdan, 150 manatdan müştəri qəbul edərsiniz. İndi baxın, bu yay leysan yaxsın, siz də görün. Ötən yayda belə elədiniz. Eynən ötən yayda belə oldu. O qiymətə onsuz da imkanı olan adamlar il uzunu istirahətdədir. O 200 manat ora niyə verir? Geri verir Antalyasında istirahət eləyər də. Nə bilim, Batumisində filan da. Bunu elə qoy ki, belə loru dilindən deyəcəm, yetim yesirin də əli çatsın ona. Bir. İkincisi, sənə alxış eləsin. Üçüncüsü də bir cəmiyyətdə bu qədər aqressiya filan beşməkən. Adicə bir dənə istirahətə gedirsən də, belə bir günlük də olsa, oradan şəkil paylaşmağa utanırsan. Səbəb nədir? Çünki insanların durumu ora əl çatan deyil, bir xeyli qisminin. Utanırsan yəni oradan nəsə paylaşmağa. Qiymətləri qaldırıb qoymuşsunuz dəvənin belindən. O qiymətə, yenə deyirəm, bir dənə təyyarə bileti məsələsidir. Ondakı problem yoxdur da, yəni onu eləyən onu da eləyə bilir. Amma bu kasıb küsur da fikirləş də. Onun qiymətini qoy 50-70 manata, məsələn deyək. Amma müddətin qoymada 10 gündən 2 gün istirahət edə bilərsən də. Yəni, geçsin heç olmasa o da onu dadsın da. Doymasa da bir dadın bilsin istirahət nədir.